Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 9-cu siniflər üçün 1 fevral 2026-cı ildə keçirilmiş OTK sınağından ingilis dili suallarının izahına baxırıq. Ola bilər ki, sizin kitabçanızdakı sual sırası izah etdiyim sual sırası ilə eyni deyil. Ona görə də sualları öz kitabçanızdakı suallarla uyğunlaşdırıb izahlara qulaq asa bilərsiniz. Əvvəlcə birinci testə baxaq. Birinci testdə bizdən close meaning, yəni yaxın mənalı söz istəyir. Provide təmin etmək, supply təmin etmək, ona görə cavab olur. C variantı. Digər variantlar artıq mənaca bu sözə sinonim deyil. 57-ci testdə bizdən sifət soruşur. Gördüyümüz kimi cümləmizdə zən var. Zən varsa müqayisə dərəcəsi olur. İki variantımız müqayisə dərəcəsidir. C və D variantı. Digər variantlarda struktur yanlışdır. Və tərcümə edirik. Deyir ki, belə havada, belə pis havada evdə qalmaq çöldə getməkdən daha yaxşıdır olmalıydı. Ona görə cavab olur C variantı. 58-ci testdə modal feil dərsidir. Gördüyümüz kimi nöqtələrdən sonra toolsuz feil verilib. Əvvəlcə struktur səhvlərini çıxaq. A-da may to işlətmək olmaz. D-də arable-ın toolsu olmalıydı. Digər variantlarımız doğrudur. Tərcüməyə baxırıq. Deyir çöldə freezing, dondurucu soyuq var deyə. Ona görə sən isti jaketini geyinməlisən. Cavab olur C variantı. 59-cu testdə qayıdış əvəzliyi soruşulur bizdən. Z cümlənin mübtədasıdırsa qayıdış əvəzliyi themselves olmalıydı. Ona görə cavab oldu D variantı. 60-cı testdə zaman dərsidir. Gördüyümüz kimi cümləmizdə when var. When'dən sonra keçmiş sadə olduğu üçün qarşı tərəfdə keçmiş olmalıydı. Variantlarımızdan sadəcə İ variantı keçmişdir. Deyir Brownlar evlərində qaldılar. Nə zaman ki onlar Londona gələndə. Onlar Londona gələndə öz evlərində qaldı. Daha doğrusu bizim evimizdə qaldılar. Cavab oldu Y variantı. 61-ci testdə sifət və zərf dərsidir. Özümüz tapmalıyıq. Sifətmi, zərfmi qoymalıyıq. Gördüyünüz kimi she drove, o sürür. Sürürsə artıq zərf qoymalıyıq. Ona görə variantda sifətləri çıxırıq. A və Y variantı arasından qalırıq. Bilirik ki, maçdan sonra mütləq more qoyulmalıydı. Maç özündən sonra müqayisə dərəcəsi istəyir. Ona görə A variantı yanlışdır. Cavab oldu Y. Tərcümədə deyir ki, belə tufanlı havada o maşındakı hər kəsi təhlükəsiz saxlamaq üçün carefully sürürdü. Ona görə cavab oldu Y variantı. 62-ci testimizin izahına baxırıq. Burada mübtəda xəbər uzlaşması dərsidir. Bilirik ki, ofun birinci tərəfinə baxırıq. Grains cəmdə, word cəmdə 1 doğrudur. A lot of weather changes can happen in this region. Bu düzdür. Çünki onsuz da can modal feildir və şəxsi kəmiyyətə görə uzlaşma əmələ gətirmir. Uzlaşmır daha doğrusu. Ona görə iki bütün ehtimallarda düzdür. Hər ehtimala qarşı this regiona da baxırıq ki, bu da tək verilib. 3-də several pieces of piece bilirik ki, cəmdə. Ona görə xəbər helps yox, help olmalıydı. Feilin sonundakı is təklik bildirir. Ona görə 3 yanlışdır. Many iron bench cəmdədir. Is isə təkdədir. Bu da yanlışdır. A clothing store, paltar mağazası is having is doğrudur. Cavab oldu 1, 2, 5. A variantı. 63-cü testə baxırıq. Burada bizdən quantifiers, yəni miqdar bildirən sözlər soruşulur. Only var. Bilirik ki, only'dən sonra biz həmişə qoyuruq a few ya da a little. Hər ehtimala tərcümə edək. Müəllim deyir disappointed, yəni məyus görünür. Çünki şagirdlərin ya azı ya da çoxu işlərini düz tamamlayıb. Məyusdursa demək ki, az uşaq tamamlayıb. Ona görə cavab olur Y variantı. 64-cü testdə bir daha quantifiers dərsidir. Həm də ismin miqdar bildirən sözlərlə uzlaşması idi. News sayılmır. Onun qabağına to qoymaq olmaz. 2 doğrudur. A spoon of salt 2 doğrudur. A pair of socks 3 də doğrudur. Bir cüt corab. A pair artıq pair-ə təsir edir və onu təkləyib. 4-də several bars of chocolate düzdür. Severaldan sonra cəm gəlməli idi. 5-də isə few bar yox. Few bars olmalıydı. Cavab oldu 2, 3, 4 Y variantı. 65-ci testdə bizdən artıq məntiqlə, tərcümə ilə uyğun gələn bir söz soruşur. Ona görə mütləq bu tipdə testləri tərcümə edin. Burada deyir ki, I didn't want, mən istəmirdim səni öz fikrimlə, öz kommentimlə incidim ola bilər, sevindirim, yəni nəsə ola bilər. İkinci tərəf oxumalıyıq ki, mənanı tam tuta bilək. But I am sorry, lakin üzr istəyirəm if my words upset you. Əgər mənim sözlərim səni üzdüsə, mən səndən üzr istəyirəm. Demək ki, burada deməli idi ki, mən səni incitmək istəmirdim. Cavab olur D variantı. Digər sözlər artıq help, kömək etmək, support, dəstəkləmək, value, dəyər vermək. Gördüyünüz kimi offense sözü bir dənə incitmək, təhqir etmək deməkdir. Cavab olur D variantı. 66-cı testimizə baxırıq. Definition testidir. Hər bir sözün mənasını variantda axtarmalıyıq. A variantında deyir ki, cause someone to feel happy or unsatisfied. Deyir kiminsə xoşbəxt və məmnun hiss etməsinə səbəb olmaq. Demək bu please sözünə uyğun gəlir. B variantında make someone unsure or unclear. Kimisə əmin etməmək, kiməsə aydın etməməkdə, yəni bir adamı çaşdırmaq mənasında. Ona görə cavab olur birdə də B. Terrify qorxutmaq deməkdir. Cause someone to feel extreme fear. Kiminsə deyir daha çox qorxu hiss etməyinə səbəb olmaq. O da olur C. Cavab oldu B, C, A. Yəni cavab olur B, C, A variantı.
diqqətli olun bu tipdə testləri uzlaşdırarkən. Digər testimizə baxaq. Bu article testidir. Article testinə baxırıq. Birinci nöqtələrdən sonra sair müəyyən isim verilib. Ona görə biz bura ən artikelları qoya bilmərik. İkinci nöqtələrdən sonra message sözü verilib, sayılan isimdir. Təkdə də artikel qoymalıyıq. Amma m samit səslə başladığı üçün s qoya bilmərik. D və y variantları arasında qalırıq. İndi mütləq cümləni tərcümə etməliyik ki, information sözünün konkret bir informasiya yoxsa hər hansı bir informasiya olduğunu tapaq. I couldn't find information I needed on website. Gördüyünüz kimi burada yazılıb ki, ehtiyacım olan websaytda ehtiyacım olan informasiyanı tapmadım. Yəni hər hansı bir yox, konkret informasiya. Ona görə mütləq bu testdə bura y variantı qoymalıydıq. Yəni z artikelini qoymalıydıq. İkinci tərəfdə deyir ki, ona görə də mən onlara hər hansı bir mesaj göndərdim. Y variantı doğrudur. Əgər burada D variantı yazmısınızsa mütləq diqqət edin. İkinci tərəfdə əgər I needed on website yazsaydı, biz yazmasaydı, biz o variantı seçə bilərdik ki, hər hansı informasiyanı tapa bilmədim. Amma burada konkret olaraq yazılıb ki, ehtiyacım olan informasiyanı, ona görə də o tipdə testlərdə mütləq artikel qoymalısınız. 68-ci testdə discovered soruşub. Bu test biraz həqiqətən səhv yazanlar üçün çaşdırıcı testi sizi başa düşürəm. Çünki cümlə həm yerinə, həm sözün özünə görə antonimini tapmaq biraz qəliz ola bilər. Discover sözü tapmaq deməkdir. Deyir ki, tədqiqatçı iddia edir ki, o okeanik yeni bir ada discover eləyib, tapıb, aşkar eləyib. Antonim soruşur, found tapmaq deməkdir. Əvvəlcə bunu çıxaq. Look for axtarmaq deməkdir. Bunu çıxaq. Disclose aşkara çıxartmaq. Bu da sinonimdir. Bunu çıxaq. Qalırıq lost itirmək. Hide isə gizlətmək. Düzdür. Hide sözünün həm gizlənmək mənası var, amma həm də gizləmək mənası var. Bu testdə böyük ehtimal ki, o gizləmək mənası ilə verilib. Ona görə cavab olur 2, 4. İndi 69-cu short textə baxırıq. Burada yazılıb, əzizim Anna, yay tətili necə oldu? Mən istəyirəm, mən başlamışam keçən həftə məktəbə və hər şey fərqlidir. Bizim yeni müəllimimiz mehribandır və bu il mən istəyirəm öz ingilis dili bacarığımı inkişaf etdirəm, drama kluba qoşulam. Although I am little nervous, baxmayaraq ki, mən biraz həyəcanlıyam, amma daha doğrusu stresliyəm, amma növbəti challenge-lər üçün həyəcanlıyam. Zəhmət olmasa mənə yay tətilinin necə olduğu haqqında denən. Ən xoş arzularla Jane. A variantda deyir ki, Jane başladı keçən ay yox, week başladı. Ona görə bu yanlışdır. B-də deyir ki, Jane stresidir və avoid etmək istəyir. Yəni yayınmaq, qaçmaq istəyir challenge-lərdən. Bu yanlışdır. C variantda deyir ki, Anna bilmək istəyir. Anna haqqında məlumatımız yox idi. Bu da yanlışdır. D variantında deyir Jane inkişaf etdirmək istəyir öz ingilis dilini və drama kluba qoşulmaq istəyir. Bu doğrudur. D variantı. Y variantında isə deyir ki, Anna'nın yeni müəllimi mehriban və helpfuldur. Anna'nın müəllimi haqqında heç bir məlumatımız yoxdur. Cavab oldu D. 70-ci testdə bizə deyir ki, məktəb kitabxanası will be closed. Gələn Monday gələn birinci gündə təmizlik üçün bağlanacaq. Zəhmət olmasa return, geri qaytarın ya da aldığınız kitabların müddətini update, yəni uzadın. Before Friday-dən əvvəl mən də biz üzr istəyirik bu narahatçılığa görə zəhmət və təşəkkür edirik anlayışınız üçün. A variantda deyir ki, məktəb heç bir üzr istəmədi, amma istədi. B variantda deyir ki, siz kitabınızı geri qaytarmalısınız. Monday-dən sonra, xeyr, Monday-dən əvvəl gəlib ya qaytarmalısınız ya da vaxt uzatmalıydınız. C variantda deyir ki, məktəb açıq olacaq Monday-də, xeyr, close olacaq. Burada qeyd olunmuşdu. D variantında deyir ki, kitablarınızı yeniləyin ya da onları özünüz uzun müddət saxlayın Friday-dən əvvəl. Belə bir məlumat yox idi. Y variantında isə deyir ki, kitabxana bağlı olacaq təmizliyə görə bazar birinci gün. Ona görə cavab oldu Y variantı. 71-ci testdə deyir ki, zəhmət qoşulun bizim yay dil kursumuza. Burada ingilis dili dərsləri bütün yaş qrupları üçün, for all age, bütün yaş qrupları üçün təklif olunur. Təcrübəli müəllimlər, kiçik siniflər və mehriban atmosfer var burada. İnkişaf etdir öz danışığını, readingini və yazı bacarıqlarını. Sign up today, bu gün qeydiyyatdan keç və yeni dostlarla öyrənməkdən həzz al. A variantında deyir ki, yeni, daha doğrusu Sunny Language School günəşli dil kursu sənə kiçik siniflər təklif edir, hansı ki, bacarıqlı müəllimlər aparır. Bu ola bilər, anı saxlayaq. Və variantında deyir ki, sənin you need to have a good level English, attend the classes. Əgər sənin ehtiyacın varsa qoşul. Belə bir şey deməmişdi, düzü. Yazmışdı, biz təklif edirik. Yəni, ehtiyacı olduğu haqqında heç bir məlumat verməmişdi. Daha doğrusu deyir ki, sənin ehtiyacın var. Burada elə bir məlumat yox idi. C variantda deyir ki, şagirdlərə icazə verilmir danışmağa. Bu haqqda da heç bir məlumat yox idi. D variantında deyir ki, məktəb, daha doğrusu school təklif edir ingilis dili dərsini. Yalnız teenagerlər üçün, xeyr, bütün yaş qrupları üçün təklif edir. Y variantında isə məktəbdə ciddi bir atmosfer var. Xeyr, burada mehriban yazılmışdı ki, friendly
mentally bir atmosfer var. Baxın bu cümlədə verilmişdi. Ona görə cavab oldu A variantı. İndi isə mətnimizi oxuyuruq və mətnə əsasən digər suallarımızı qeyd edirik. Mətnimiz Scott Flansburgh haqqındadır. Bu bir Amerikandır, hansı ki məşhurdur öz riyazi bacarıqları ilə. İnsanlar onu canlı kalkulyator adlandırır. Çünki o edə bilir riyazi tapşırıqları çox sürətli özdə başında eləyir, yəni hesablamadan. O istifadə etmir kalkulyatordan və kağızdan. Həmçinin o əlavə edə bilir, çıxa bilir, vura bilir, bölə bilir rəqəmləri sürətli və cəld şəkildə və düz şəkildə. Nə zaman ki o young boy, gənc idi, o anladı ki he could solve o riyazi problemləri öz müəllimindən daha sürətli edir. İndi o səyahət edir bütün dünyanı və uşaqlara öyrədir riyaziyyatdan necə həzz almağı. O göstərir əyləncəli yolunu rəqəmləri düşünməyin və o inanır ki, hər kəs riyaziyyatda düzgün metodla daha yaxşı ola bilər. 2001-ci ildə Guinness Rekordlar kitabı ona bir titul verdi. Bu titulun adı ən güclü insan kalkulyatoru idi. Yəni o daha fasterdir, daha güclüdür kalkulyatordan. In One of his book, onun bir kitabında, yəni riyaziyyat sehri kitabında o öyrədir sadə trikləri, bicilikləri insanlara kömək etmək üçün ki, riyaziyyat bacarıqları öz başlarında etsinlər. Scott həmçinin yaradıb xüsusi bir gün, hansı ki Dünya Riyaziyyat Günüdür və Scott böyük bir nümunədir əyləncəli öyrənmək üçün. O göstərir ki, riyaziyyat sadəcə rəqəmlər deyil, həmçinin düşünmək, problem həll etmək və əylənmək deməkdir. İndi isə baxırıq 72-ci testimizə. Burada false istəyir bizdən yanlışı. Scott yalnız few kinds of calculation-ı, yəni çox az hesablamaları eləyə bilir, amma vurma, bölmə, çıxma edə bilir deyə bu yanlışdır. Ona görə bunu saxlayaq. B variantında deyir ki, o bütün dünyanı səyahət edir və insanları ruhlandırır riyaziyyata görə. Bu doğruydu. C variantında Scott hətta həll edə bilir riyazi hesablamaları. Bir deyir kalkulyatorun hesaplamasından öz beynində kalkulyatordan daha sürətli eləyir. Ona görə bu doğrudur deyə, hətta ona görə Guinness-in Rekordlar kitabına düşmüşdü. D variantında deyir bir oğlan gənc olanda o anladı ki, o daha sürətlidir öz riyaziyyat müəllimindən. Bu da doğrudur. Y variantında isə deyir ki, Scott was the one. Scott deyir special event, riyaziyyat günü yaradan bir adamdır. Bəli, bunu da demişdik. Ardıca baxın bu cümlədə demişdik ki, riyaziyyat gününü də o yaradır. Ona görə cavab oldu A variantı. Çünki burada demişdi, F yalnız bir az eləyə bilir. Çoxunu eləyə bilmir. 73-cü testə baxırıq. Burada deyir ki, onun bir riyaziyyat kitabında o öyrədir nəyi? Easy trikləri, hansı ki insanlara kömək edir ki, öz başlarında riyazi hesablamalar aparsın. Bəli, bu doğrudur. Baxın, bu hissədə demişdi ki, o öyrədir ki, riyazi bacarıqları öz başlarında etsinlər. B variantında deyir ki, öyrədir insanlara riyaziyyat həll etməyi by memorizing formullar əzbərləməklə. Bu yanlışdır. C-də deyir ki, cəsarətləndirir uşaqları rely on calculators. Kalkulyatora güvənsinlər daha sürətli nəticələr üçün. Xeyr, o əksinə istəyir ki, onlar insanlar özləri eləsinlər. D variantında deyir ki, o yazır ki, riyaziyyat istifadə oluna bilər əyləncə üçün, amma o indi çətindir. Bu çox çətindir. Xeyr, bu əksinə o deyirdi ki, o təkcə problem həll etmək yox, həm də ki əyləncəlidir. Onun üçün o çətin deyil. Y variantında izah eləyir necə kalkulyator daha yaxşıdır öz beynində hesablamaqdan. Burada da əksi verilmişdir. Ona görə cavab oldu A variantı. 74-cü testdə bizdən suala cavab soruşur. Bu tipdə testlərə mütləq diqqət edin. Variantların hər biri mətndə ola bilər, amma bizə sırf bu sualın cavabı lazımdır. Deyir ki, Scott inanır nəyə? Riyaziyyat öyrənməkdə. O düşünür ki, burada yazılmışdı ki, o düşünür ki, hər kəs bunu bacara bilər. Baxın, burada yazılmışdı. O düşünür ki, düzgün metodla hər kəs bunu bacara bilər. A variantında deyir ki, o göstərir ki, riyaziyyat sadəcə rəqəmlərdir, başqa heç nə deyil. Bu yanlışdır. O inanır ki, yalnız az adam eləyə bilər. Xeyr, burada Evroban yazmışdı. Bu da yanlışdır. O düşünür ki, insanlar use difficult tricks, çətin triklərdən istifadə etməlidir. Xeyr, bu da yanlışdır. O deyir ki, hər kəs uğur qazana bilər riyaziyyatda düzgün metodla. Bu tamamilə doğrudur. Burada qeyd etmişdik. Y variantında isə deyir ki, o düşünür ki, riyaziyyat yalnız edilməlidir ənənəvi metodla. Xeyr, bu yanlışdır. Belə bir cümlə yox idi. Cavab oldu D variantı. İndi isə baxırıq 75-ci testin izahına. Burada ümumiyyətlə mətn nə haqqındadır soruşur. Scott'un riyazi bacarıqları və onları necə insanlara öyrədir. Bu ola bilər. Bunu saxlayaq. B variantı deyir ki, Scott və onun riyaziyyat müəllimləri, bu haqda ümumiyyətlə onun riyaziyyat müəllimlərindən ancaq bir cümlə dedi. Bu əlavə cümlə demədi. C variantında Scott'un dünya səyahətləri bir professional teacher kimi. Düzdür, bunu dedi, amma
çox cümlədə bu haqqda danışmadı. Yəni bu tamamilə onun riyazi bacarığından idi. Ona görə daha çox A bundan məntiqli gəlir. D variantında deyir ki, Scott'un yeni kalkulyator istifadəsində yeni ixtirası bu da deyil. Scott'un uşaqlığı və onun riyazi problemləri bu da deyildi. Ona görə cavab olur tamamilə A variantı. Bir daha qeyd edirəm. Əgər C variantını seçmisinizsə, onun başqa ölkələrdə səyahətlərindən, yəni səyahətləri ən azından vurğulaya bilərdik. Gəlin biz mətnə bir daha qaydaq. Baxın ki, o sadəcə bir yerdə dedi ki, o səyahət edir, indi o dünyanı səyahət edir və öyrədir. Bəli, bundan başqa çox da nəsə danışmamışdı. Əsas onun uşaqlığından bəri riyazi bacarıq qabiliyyətlərindən danışmışdı. 2001-ci ildə Guinness-in Rekordlar kitabının ona verdiyi addan danışmışdı. Sonra riyaziyyat günü yaratmağından danışmışdı. Yəni tamamilə sırf mətn onun səyahətinə dayanmamışdı. Ona görə C variantı düşünürəm ki, doğru variant deyil. Həm də ki, qeyd etməmişdi ki, o professional riyaziyyat müəllimidir. Bunu da qeyd etməmişdi. 76-cı testdə deyir ki, mətndən əsasən true, doğrunu seçin. A variantı deyir ki, ona verildi fastest human calculator, ona verildi ən güclü insan hesablaması. Çünki o impressed elədi öz müəllimini. Xeyr, buna görə verilməmişdi. O kalkulatordan tez hesablanmışdı deyə verilmişdi. Təsir etmişdi deyir öz müəllimlərinə, ona görə verilmişdi. Xeyr, 2-də deyir ki, Flansburg güclü powerful example-dır, nümunədir. Nəyə? Hansı ki, öyrənmək doesn't have to be boring. Öyrənmək sıxıcı olmamalıdır. Bu ola bilər. Doesn't have to be learning. Bəli, bu ola bilər. 3-də deyir ki, Flansburg izah edir, qarışıq hekayələri universitetlərdə, ümumiyyətlə universitet sözünü mətndə işlətmədi, ya məktəb sözündə işlətmədi. 4-cü testdə deyir ki, o bacarıqlıdır həll etməyə 4 basic operationlar, vurma, çıxma, bölmədə. Speed, sürətli və accuracy, akurat, yəni səliqəli şəkildə, doğru şəkildə. Ona görə burada cavab oldu 2 və 4. True cavabımız 76-da 2 və 4 oldu. Dinləmə mətnimiz qurbağalar haqqındadır. Daha doğrusu zəhərli qurbağa növündən danışır. Mətni burada yerləşdirmişəm ki, sualların düzgünlüyündən tamamilə əmin olasınız. İndi gözcü nəzər salaq mətnimizə. Zəhərli qurbağalar hansı ki, bunlara həmçinin dendrobates deyirlər və bu qurbağalar balaca qurbağalardır. Central və South Amerikanın nəm və isti cəngəlliklərində yaşayırlar. Bu qurbağalar özlərinin parlaq rəngləri və zəhərli dəriləri ilə məşhurdular. Onların rəngləri blue, yellow, red bu rənglər ola bilər. Rəngləri burada sadalayıb. Bu rənglər digər heyvanlar xəbərdar edir ki, onlar təhlükəlidirlər. Alimlər düşünürlər ki, zəhərli qurbağalar öz zəhərlərini bəzi böcəkləri yeməkdən alırlar və bu da təbiət balansını qorumağa kömək edir. Alimlər araşdırırlar onların zəhərlərini. Bəzi qurbağaların zəhərləri gələcəkdə dərman kimi istifadə oluna bilər. Çünki onların zəhərləri ağrı kəsici və ürək xəstəlikləri üçün dərman ola bilər. Bədbəxtlikdən bu qurbağaların çoxu təhlükədədir. Çünki insanlar cəngəllikləri, onların yaşadıkları cəngəllikləri kəsirlər və onların artıq evləri dağılır. Bəzi insanlar da həmçinin bu zəhərli qurbağaları tuturlar və onları qeyri-qanuni şəkildə satırlar və bəzi ölkələr o zəhərli qurbağaları qoruyurlar. Biz də qorumalıyıq meşələri ki, onlar bu xüsusi qurbağalar gələcəkdə yaşaya bilsinlər. İndi 77-ci testə baxaq. A variantında deyir, bütün qurbağalar gələcəkdə dərman ola bilər. Xeyr, mətn bu haqda deyildi. B variantında deyir ki, zəhərli qurbağaların xarakteristikası və ekoloji əhəmiyyətindən danışır. Bəli, B tamamilə doğrudur. Onların ekoloji əhəmiyyəti o idi ki, onlar təbiəti balansda saxlayırdı. C variantında deyir ki, cəngəlliklər necə qurulub, bu yanlışdır. D variantında deyir ki, rainforestlərdə tapılan böcəklər, bu da deyildi. Y-də isə deyir ki, zəhərli qurbağaların zəhərlərini araşdırmaq. Xeyr, bu haqda da deyildi. Yəni ümumi mətn zəhərli qurbağaların özündən idi. 78-də deyir ki, onlar necə əldə edirlər? Bu cümlədə yazılmışdı ki, onlar zəhərlərini böcək yeməklə əldə edirlər. Ona görə burada cavab olur D variantı. Onlar öz zəhərlərini böcək yeyərək əldə edirlər. A da deyir ki, bitkilərdən, B də deyir sudan alırlar. C də deyir ki, öz zəhərlərini qorxanda istifadə edirlər, belə deyil. Yəni sual tamamilə bu deyildi. Y variantında isə deyir ki, onlar doğulandan zəhərli dəri ilə doğulmuşlar. Bu haqqda məlumat yox idi. Düzdür, dəriləri zəhərlidir, amma zəhəri heyvan böcəkləri yeyərək əldə edirlər. 79-da deyir ki, bu qurbağaların parlaq rəngləri var. Blue, yellow, black and white. Bu nə verirdi? Hansı məlumatı verirdi? Bu heyvanlara deyirdi ki, mən təhlükəliyəm. İndi baxaq. A variantında deyir ki, öz rəngləri ilə digər heyvanlarla ünsiyyət qururdular. B variantında deyir ki,
isti meşələrdə sərin qalırlar. C variantında onlar rənglərini dəyişirlər hər fəsil. Bu da deyil. D variantında deyir ki, digər heyvanları xəbərdar edirlər ki, onlar təhlükəlidirlər. Bu tamamilə doğrudur. Y-də isə deyir ki, onlar heyvanlara kömək edirlər ki, qaranlıq meşədə gizlənsinlər. 80-ci testdə true və false soruşur bizdən. Bu qurbağalar are not affected. Bu qurbağalara təsir olunmur rainforestlərin dağılması. Xeyr, olur. Çünki artıq dedi ki, onlar təhlükədədirlər. Çünki yaşamaq yerləri yoxdur. 2-də deyir ki, alimlər öyrənirlər bu qurbağaların zəhərlərini yeni dərman yaratmaq üçün. Bəli, bu doğrudur. 3-də deyir ki, bu qurbağalar təbiəti balansda saxlamaqda vacib rol oynayırlar. Bəli, bu da doğruydu. Vacib rol oynayırlar. Daha doğrusu 2-3 turuydu. 4-də isə deyir ki, zəhərli qurbağalar are safe, təhlükəsizdir toxunmaq üçün. Çünki onların dərisi zəhərli deyil. Bəli, bu tamamilə yanlışdır. Turular oldu. Yəni doğru cavablarımız 2-3, yanlış cavablar isə oldu 1-4. Esse mətnində bir uşaqdır hansı ki toyuqlara qayğı göstərir, onlara dən verir və yumurta yığır. Bu haqda 35 sözlük esse yazmalıydınız. İnşallah ki, münasib esseni yazmısınız. Kanalımıza abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayın. Hər birinizə dinlədiyiniz üçün çox-çox təşəkkür edirəm.